Gəncliyimi çox heyif ki puç etdim, sözünə inandım etibarsız sən. Heç insafın varmı vəfasız sən, heç insafın varmı vəfasız sənin. Sənə görə oldum dəli divanə kimi, söz ilə çarladım şairanə kimi. Gör neçə il izlərin düşübdü sənin, həyatıma kədərli əfsanə kimi. Gör neçə il izlərin düşübdü sənin, həyatıma kədərli əfsanə kimi. Əzan verməyiydi sənin niyyətin, sevgidən nədəndir sözün, söhbətin. Ayrılıqla üzdü məni həsrətin, sevgilin qalıb necə yalqız sənin. Heç insafın varmı vəfasız sənin. Səni sevəndə dedim arzuma yetdim, anladım ki sonra uçuruma getdim. Gəncliyimi çox heyif ki puç etdim, sözünə inandım etibarsız sənin. Heç insafın varmı vəfasız sənin, heç insafın varmı vəfasız sənin. Poblovi var bir əhli meyxanə kimi, çox dolanıb başına pərvanə kimi. Görüşünə hər rəngdə çiçək gətirərdi, Nərgizdən qızıl gülə reyhanə kimi. Görüşünə hər rəngdə çiçək gətirərdi, Nərgizdən qızıl gülə reyhanə kimi. Sənə görə oldum dəli divanə kimi, söz ilə çarladım şairanə kimi. Gör neçə il izlərin düşübdü sənin, həyatıma kədərli əfsanə kimi. Gör neçə il izlərin düşübdü sənin, həyatıma kədərli əfsanə kimi. Əzan verməyiydi sənin niyyətin, sevgidən nədəndir sözün, söhbətin. Ayrılıqla üzdü məni həsrətin, sevgilin qalıb necə yalqız sənin. Heç insafın varmı vəfasız sənin. Səni sevəndə dedim arzuma yetdim, anladım ki sonra uçuruma getdim. Gəncliyimi çox heyif ki puç etdim, sözünə inandım etibarsız sən. Heç insafın varmı vəfasız sən, heç insafın varmı vəfasız sənin. Hər vaxtınız xeyirli olsun, əziz Best FM radiosunun dinləyiciləri və izləyiciləri. Hər birinizi xoş gördük. Bax bu gözəl gündə, əziz izləyicilərimiz. Hər şeydən biraz da çox dəyərli bir qonaqlarımız var. Təbii ki, onu Yeganə xanım təqdim edəcək. SMS xidmətlərimiz aktivdir. SMS-lərinizi yazıb göndərə bilərsiniz. Elə bax, Mail MM yazıb ki, salam, xoş gördük, Agil qardaş, necəsiniz? Təşəkkür edirəm. Yazın, göndərin, SMS-lərinizi və təbrikləriniz də varsa səsləndirəcəyik. Və mikrofonu təbii ki, ötürürəm Yeganə xanıma, həmkarım. Yeganə xanım, söz sizdə. Hər vaxtınız xeyir olsun Best FM radiosunun dinləyiciləri və izləyiciləri. Hər birinizi 18 may bazar ertəsi xoş gördük. Həftəniz, gününüz mübarək olsun.
Efirimizə başlayırıq. Bugün də yenə də qonaqlı qaralıyıq. Çox gözəl qonaqlarımız var. Tanınmış bloger Hikmət Həsən, xoş gəlmisiniz Hikmət müəllim və bizim gözəl göyçək balaca pianoçumuz və özü balaca da olsa, dam da olsa toyu olan bir qızımızdır. Nazlı Ələkbərli. Nazlı Ələkbərli həm də mənim ən sevimli şagirdlərimdən biridir. Nazlının saysız, hesabsız Grand Prixləri, mükafatları, sertifikatları var. Az sonra bu haqda danışacağıq. Hər biriniz xoş gəlmisiniz. Buyurun. Hikmət müəllim söz sizdədir. Hər kəs salamlayıram. Efirdən izləyən. Xoş bazar ertəsi ilə bu həftəni xoş keçirməklərini arzu eləyirəm. Nə suallarımız varsa efir gedişatında cavablandıracağıq inşallah. İnşallah. Gedişata uyğun olaraq da inşallah ki, xoş davam eləyərik. İnşallah. Xoş gəlmisiniz. Nazlı qızım, söz sizdədir, səndədir. Yəqin ki, birinci efirindir sənin, hə? Və mənə də fəxirdir ki, Nazlı qızımla müsahibə alıram. Mənim müsahibimdir bugün. Buyur, səni eşidirəm. Necə bir təəssüratın var radioda? Necə özünü hiss edirsən burada? Əvvəlcədən biraz həyecanlı idim, amma indi biraz çətin. Qətiyyən, sən böyük səhnələrdə çıxış edən bir qızsan və demək olar ki, səni artıq dünyanın bir hissəsi tanıyır. Çünki Nazlı qızım çox gözəl pianoçudur və Azərbaycana bir neçə dəfə də Grand Prix gətiribdir. Sözüm sizədir, Hikmət bəy, blogerliyə necə başladınız? İlk, yəni bu addımı necə atdınız? Türkiyədə. Türkiyədə başladınız, aha. Yəni başlama səbəbi əslində sosial platforma olaraq TikTok deyildi. Başlanğıcım mənim TikTokda oldu. Aha. YouTube-a proyekt işləyirdik Türkiyə bazarı üçün, Azərbaycan bazarı üçün yox. Müəyyən səbəblərdən belə də elə oturduğumuz yerdə belə bir fikir gəldi ağlıma ki, bir şey çəkim. Bir dənə video çəkdim, paylaşdım. Həmin gün səhərsi 304 min bir izlənmə gəldi bir gecəyə. Ondan sonra da o şəkildə davam edir. Bilmək olar ki, o ilk paylaşdığınız o, yəni video hissə nə olub? Əgər sir deyilsə, yəqin ki, bugünkü gün baxanda o videoyu gülürsünüz ki, orada professionallıq yox idi, amma orada bir ürək var idi. Professionallıq bəli yox idi orada. Hətta yəni vulqar bir zarafat idi o ilk video. Yəni ona görə xatırlayanda onu yox, başqa bir şeylə başlasaydım da olarmış deyirəm. Amma yaxşı ki, onunla başlamışam, çünki o gedişat müəyyən bir kütləyə məni ümumda o gedişat tanıdı. Yəni müəyyən bir kütlə üçün mən hələ də həmin hikmətəm. Bugünkü gündə, yəni yadda qalan müəyyən orada şeylər var ki, mənim ən çox tanınmağım, məsəl üçün mən ləhcələrlə danışa bilirəm. Mənim həmin dövr üçün ən çox tanınmağımın səbəbi olubdur. Hətta bugünkü gün belə mənim danışıb sadəcə kontent olaraq verdiyim ləhcələrə görə mən o bölgədən olduğumu bilənlər var. Hətta o deyərdi ki, o video sizin artıq pasportunuz olubdur. Demək olar ki. Və bugün siz tanınmış blogersiniz, həm də aktyorsuz. Yəni bu sahədə də özünüzü artıq sınamısınız. Heç bu sahədə qarşılaşdığınız ən böyük çətinliklər olubmu sizin üçün? Yəni çətinlikləriniz varmı? Çətinlik təbii ki, hamı qarşılaşır çətinliklə. Yəni hər kəs üçün müəyyən bir period var ki, o hissəni keçənə qədər insana çətin gəlir hər şey, amma əsas məsələ sınmadan davam eləməkdir. Bir hissədə ki, sınsan, o gedişat olmayacaq. Və həyatda ümumiyyətlə hər bir şeyə aiddir. Nə iş görürsünüzsə görün, yəni sevdiyiniz bir şeydirsə ardınca getmək lazımdır. Heç vaxt həvəsdən düşmək lazım deyil ki, yəni mən bunu bacararamı görəsən, elədim, alınmadı, dayanım. Belə bir məsələlərə yəni yol vermək lazım deyil. Bir mənalı şəkildə, yəni nəyisə istəyirsinizsə gərək ardınca gedəsiniz. Bu bir mənalı bir şeydir. Başa düşdüm. Nazlı qızım, özün haqqında bizim dinləyicilərimizə məlumat ver. Hansı orta məktəbdə oxuyursan, hansı musiqi məktəbində oxuyursan? Yəni çox maraqlıdır bugün, bax səni kifayət qədər kütlə izləyir. Buyur. Mənim adım Nazlıdır, 10 yaşım var. Mən Sumqayıt şəhəri Polad Həşimov adına 28 saylı tam orta məktəbin 5B sinifində, eyni zamanda Sumqayıt şəhəri Bülbül adına 2 saylı Uşaq İncəsənət məktəbinin 4-cü sinifində təhsil alıram. Afərin. Nə gözəl özünü təqdim etdi. Bilirəm ki, orta məktəbdə də gözəl bir şagirdsən və kifayət qədər də orada sənin uğurların var. Bəs sir deyilsə, ən sevdiyin fən hansıdır? Riyaziyyat fənnini çox sevirəm. Bu fən mənə düşünməyi, analiz etməyi və çətin məsələləri
həllini tapmağa kömək edir. Yaxşı, bəs musiqi məktəbində də dedin təhsil alırsan. Bəs orada ən çox sevdiyin fən hansıdır? Orada xor fənni var sənin üçün, fortepiano, solfeco, musiqi ədəbiyyatı. Orada hansı fənləri daha çox sevirsən? Fortepianonu sevirəm və solfegion. Solfegionu sevirsən. Lap yaxşı. Solfeco müəlliməsi də yeri gəlmişkən mənəm və Nazlı mənim ən gözəl şagirdlərimdən biridir. Nazlı, necə oldu ilk dəfə marağın necə başladı fortepianoya gəldin? Bax bu maraq səndə necə oyandı? Mən kiçik yaşlarımdan musiqini çox sevirdim. Həm də ki pianonun səsini çox sevirdim mən, maraqlı gəlirdi mənə. Aha, ondan sonra gəldin artıq fortepiano. Çətinlik oldumu o əsərləri sənə ifa etmək ilk başlanğıcda? Xeyr. Xeyr, qətiyyən. Heç o özünü çətin bilməmisən fortepianonun arxasında? Bəzən elə klassik əsərlərdə biraz çətinlik çəkmişəm. Aha. Bəs bu əsərləri ifa edərkən özünü necə hiss edirsən? Özümü rahat hiss eləyirəm, yəni xoşbəxt və rahat hiss eləyirəm. Nə gözəl, nə gözəl. Bax, belə şagirdləri həqiqətən də dinləmək çox bizə xoşdur. Çünki bunlar gələcək estafeti biz verəcəyik bu cür şagirdlərə. Təbii ki, gələcəyimiz bax bu cür savadlı şagirdlərin çiyinləri üzərində gedəcəkdir. Bəs özün gələcəkdə bir mahnı bəstələmək fikrindəsən yoxsa yox? Bəli. Fikrindəsən. Bəli. Nə gözəl, nə gözəl. Bəs özün gələcəkdə hansı sənət sahibi olmaq istəyirsən? Mən gələcəkdə həkim və genetika mühəndisi olmaq istəyirəm. Bəs bu fortepiano? Və fortepianonu da davam etdirəcəm. Hətta nə qədər fəndin olacaq. Vay, sən onda artıq bir ömür oxumaq istəyirsən. Nə gözəl. Doğrudan da inanıram ki, Nazlı qızımızdan çox gözəl fortepiano müəllimi olacaq, həkim olacaq. Bəli, fortepiano da müəllimi olsa, orada da özün doğruldan bir şagirddir. Nazlı qızım həqiqətən də savadlı bir qızdır və ancaq fikri nədir? Oxumaq. Və valideynlərin sözünü eşitmək. Ən çox ananı eşidirsən yoxsa atanı? İkisində. Ən çox. Klassik uşaqlıq sualları. Hə, atanı sevirsən, ananı eşidirsən, hə qızım? Məncə də. Lap yaxşı, Allah qorusun. Allah hər bir balamızı qorusun. Yaxşı, ən çox baxış toplayan videonuz hansıdır və niyə sizin? Mənim. Bəli, Hikmət mənim. Ən çox baxış toplayan videom 3-4 dənədir, təxmini eyni baxış sayıları üzrə. Yəni 2 milyon civarındadır. Və niyə? Sevdirə bilmişik yəqin ki özümüzü ona görə. Bəs orada maraqlıdır. Mövzu nə oldu? Mövzu fərqlidir. Üçü də 4 ayrı-ayrı bir. Ssenariləri yəni fərqlidir. İstəyənlər girib səhifəmdən də baxa bilərlər. Belə də ən əsas orada mənim üçün məsələn tutarlı olan bir şey Türkan xanımla bir yerdə çəkdiyimiz bir video var. Yeri gəlmişkən buradan Türkan xanımıza salam veririk. Bizim qonağımız olubdu. O da buradan izləyir. Hə, nə gözəl, hə. Onunla birlikdə çəkdiyimiz bir iş var idi. Ardasa təxmini olaraq 1 dəqiqə 40 saniyəlik bir videodur. Günlük həyatdan bir hissədir. Bəhs edirdi. Bəli, günlük həyatdan olan bir hissədir. Bir xanımla bəyin münasibətinə aid olan bir şeydir. Ətraflı şəkildə girib videoda baxıla bilər. Ssenari çox uzundur, çünki onu danışmayım burada. Belə o videoda ondan əlavə də yəni var 2 milyon civarında olan müəyyən videolarımız var. Var və burada ssenarini kim yazır? Ssenarini belə deyək də, əsasən bizim çəkilişlərimizi eləyən Elvin var. Buradan salamlayıram onu da. Biz də salamlayırıq. Əsasən 90% hallarda çəkilişimizi də o eləyir, ssenarimizi də o yazır. Amma ümumi olaraq bir qrup işidir. Yəni bu ki, orada ssenari konkret olaraq tək bir nəfərdən çıxmır. Bir nəfər başlanğıcını verir, ortasını bir nəfər düzəldir, sonluğu bir nəfər çıxış eləyir. Yəni ortaq fikrimiz. Nə gözəl. Həmin videoda kimi görürsünüzsə, görmədiyinizdə kamera arxasında da kim varsa, yəni ortaq fikirdən əmələ gəlir. Əziz tamaşaçılar, musiqi fasiləsinə ayrılırıq və musiqi fasiləsindən sonra Hikmət müəllimin görünməyən bir tərəfini də açıqlayacağam. Sirret etiraf eşke bir yerde olaq hər an biz
Gel and içik bu saf eşke, ayrılmayak hiç zaman biz. Dedim olmaz buna mümkün, bağlanmışam sənə düzgün. Elə bir uzaq düşmüşəm, səni görməyəndə bir gün. Elə bil uzağa düşmüşəm, seni görməyəndə bir gün. Görəsən buralara yandır, Məni tək qoyma amandır, gəlirəm sevgili canan. darıxmışam nə zamandır. Gəlirəm sevgili canan. Darıxmışam nə zamandır. Dözmək olmaz bu həsrətə, təkliyə alışmıram mən. Son qoy bu əzab əziyyətə, yoxluqla barışmıram mən. Edək sevərlərə niyyət, her zaman sebebi sevilsinler. Olmur her insana kısmet, sevginin kadrini bilsinler. Olmur hər insana qismət, sevginin qədrini bilsinlər. Göresen buralara yandır, Məni tək qoyma amandır, gəlirəm sevgili canan. darıxmışam nə zamandır. Gəlirəm sevgili canan. Darıxmışam nə zamandır. Göresen buralara yandır, Məni tək qoyma amandır, gəlirəm sevgili canan. darıxmışam nə zamandır. Gəlirəm sevgili canan. Darıxmışam nə zamandır. Bəli, musiqi fasiləsinə qayıtdıq və Best FM radiosunda bizi eşidirsiniz və dinləyirsiniz. Fasilədən qabaq dedim ki, Hikmət müəllimin bir görsənməyən tərəfini sizə deyəcəm. Demək, Hikmət müəllim həm də ki, məşhur da deməzdim, yəni tanımırıq o tərəfin, video blogerdir. Səhv eləmirəmsə. Videoqraf. Yox, videoqrafdır, bəli. Və necə oldu bu sahəyə də meyilli oldunuz? Videoqraf, Təhsilim- aktyor, bloger, yəni bunlar hamısı bir arada çətin bir sahələrdir də. Mənim təhsilim ümumiyyətlə kamera arxasına önünə aid deyil. Mənim təhsilim kino sinema. Ha, demək haranı bitirmisiniz? Türkiyədə oxumuşam. Kino sinema. Radio, televiziya və sinema. Tam Aha, desək. aha. Deməli bu sizin sırf sahənizdir, amma siz artıq aktyor və bloger olaraq öz fəaliyyətinizi davam etdirmisiniz. Mənə elə gəlir ki, o da sizdə daha çox böyük həvəsdir və orada da özünüzü doğrultmusunuz. Sizə bir sual verəcəm. Heç peşman olduğunuz bir paylaşım olubmu? Olub. Niyə? Maraqlıdır bax bu sual bizə. Ona görə ki, bu təzə başlayan zamanlarda olubdu təbii ki, sonradan olmayıbdı. Sonradan olan peşmançılıqlar da var, amma paylaşıma görə yox. Aha. İşin görüldüyü şəxslərə görə
Amma belə ümumi olaraq yəni elə vav bir peşmançılığım son dövrdə olmayıbdı. Təzə başlayanda bəli, əlbəttə ki, müəyyən səhvlər eləmişik. Silmisiniz o videonu, olub ki, peşmançılıq olub da Paylaşılıb yarım saatdan sonra silmişəm, heç qoymamışam getsin. Yəni görmüşəm ki, çox hədsiz linç yeyirəm o videodan, ona görə heç qoymamışam getsin. Amma mənim belə şəxsi tərəfləriniz də var. Bəli, var, amma mənim şəxsi, yəni siz hər kəsin bir yumor hissi var, hər kəsin bir yumor düşüncəsi var. Zövqlər müxtəlifdir. Bəli, Azərbaycan üçün amma yəni sırf Azərbaycandan mentalitet olaraq, Azərbaycanın görüş, baxış açısı olaraq müəyyən şeylər var ki, insanlar onu linçləyir, amma sevərək baxır. Yəni kənardan gözə pərdə asmaq deyək də, gözə pərdə asırlar, amma kənardan onu sevərək izləyirlər. Yəni Səssiz izləyirlər. Səssiz, sakitcə kənardan izləyirlər. Yəni həmin tipli kontentlər olub ki, vaxtı ikən eləmişəm, sevilib, amma görmüşəm ki, yəni o deyil də, yəni çox getsə bu şeyə görə çox qınaq obyekt olacaq, ona görə də saxlamışam, yəni qoymamışam çox getsin. Hə, başa düşdüm. Nazlı qızım, kitab oxumağı sevirsən? Bəli. Hansı kitabları oxuyursan qızım? Alisa Möcüzələr Diyarında, məsəl üçün Yuan Huanın Telefon Köşkü, sonra Kapsul. Ay maşallah. Yox, qızımız kitab oxuyan qızdır. Bəli. Və bax bu kitab oxumaq sənin vaxtını almır. Dərslərinə mane olmur. Xeyr. Yəni sən hər bir şeyə vaxt ayırırsan. Piano ifa eləməyə, dərslərini oxumağa və kitab oxumağa. Bəli. Düzdür? Sonra evdə deyəsən sənin hətta 2 qardaşın da var, hə? Onların adları nədir? Salamla burdan. Buradan qardaşlarımı Mustafa və Zakiri salamlayıram. Hə, bəs sinif yoldaşlarını salamlamırsan? Müəllimlərini salamla, sinif yoldaşlarını salamla. Buradan ibtidai sinif müəlliməm Sevda müəllimə, riyaziyyat müəllimim Aysel müəllimə və Azərbaycan və ədəbiyyat müəllimi Xurama müəlliməyə buradan salamlayıram. Bəs musiqi məktəbinin müəllimlərini salamlamırıq? Musiqi məktəbindən də İncəsənət məktəbində. Təranə müəlliməni buradan salamlayıram. Təranə Ağayeva, bəli, gözəl bir pianoçu müəllimədir və mən də efir vasitəsilə Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Samir İsmailov başda olmaqla bütün pedaqoji kollektivini salamlayıram və hər zaman deyirəm ki, ora mənim ailəmdir. Ora mənim ailə kollektivimdir və onlar hər biri mənim üçün doğmamdır. Mənim hər bir uğuruma ilk sevinən elə mənim öz bacı qardaşlarımdır. Hər birinizi salamlayırıq. Bax, Nazlı ilə bərabər sizi salamlayırıq və Hikmət qonağımız da sizi salamlayır. Sizə bir sual verəcəm. Mən bütün blogerlərə eyni sualı verirəm. Səssiz izləyici. Yəni nə rəy yazır, nə like qoyur, sadəcə səssiz izləyir və keçir. Buna münasibətiniz? Mən də əvvəl elə bir izləyici olmuşam. Hətta Doğru bu da. gün də eləyəm, bəli. Heç kəsə like falan qoymursunuz. Xeyr. Yəni heç kəsə like, Xeyr. işarə vermirsiniz və rəy yazmırsınız. Heç nə. Niyə bu sizin xətrinizə dəymir? Yox, xətrimə dəymir. Çünki standart olaraq belə götürsək ki, mənim milyonluq videolarım var ki, o milyonluq videoda 80 min, 90 min like var. Yerdə qalan 900 min adam hardadır? Onlar da mən düşüncədə olan insanlardır. Yəni bu psixolojik bir şeydir bəlkə də. Mən əvvəlindən yəni bu işi də görməmişdən əvvəldə. Yəni mən heç vaxt marağında olmamışam da girib baxmışamsa və bəyənmişəmsə, hə gülmüşəm, keçmişəm də. Yəni hər hansısa bir feedback verməmişəm ora ki, ya bəyənim, ya nəsə bir ora rəy yazım və yaxud da ki, hər nə Yəni siz özünüz də səssiz izləyicisiniz. Bəli, bəli. Birinci mən dəfə özüm də də belə bir səssizliyim. müsahibəm oldu blogerlərdən. Həqiqətən mənə də maraqlı oldu. Çünki mən özüm də hərdən bir səssiz izləyici oluram. Çünki səssiz izləmək daha xoşdur mənə. Bəli. Bilmirəm, yəni bu mənim xarakterimə uyğundur, bilmirəm. Amma sevdiyim, yəni bir şeyləri çox izləyirəm. Sevdiyim bir video material olanda, sevdiyim bir, yəni tamaşa olanda deyək də sizin yəni çəkdiyiniz o 1 dəqiqəlik, dəqiqə yarımlıq aktual, Qısa sosial, metrajlı belə çəkilişlər. qısa metrajlı çəkilişlər həqiqətən də orada böyük bir stimul var, böyük bir məna var. Böyük həyat mənası var orada deyərdim. Mən hətta belə bir şey deyə bilərəm ki, sizə mən təxmini təqribi olaraq yəni 2016-dan 17-dən aktiv şəkildə sosial mediadan istifadə edirəm də izləyici olaraq. Mən həmin dövrdən bu yana yəni istifadə elə Instagram səhifəm mənim bir dənədir, şəxsi səhifəm, yəni həmin dövrdən bu yana bir dənədir. Həmin səhifəyə bu gün üçün girib keçmiş izləmələrə baxıram, bəyəndiyim şeylər deyil, izlədiyim şeylər, o qədər sevdiyim şeylər var ki arasında. Yəni
nəinki bəyənməkdə, yəni həmin vaxt üçün maddi mənəvi hər bir dəstək ola bilərdim də o insana, prosta eləməmişəm. Və bu da şəxsi bir fikirdir, hər kəsin öz düşüncə var. tərzi var. Bəli, Və bəli, bəli. mən əzəldən yəni elə izləyici olmuşam və heç kimi də qınamıram bu barədə. Çünki adam var ki, istəmir görün. Məsəl üçün şəxs var ki, yəni mənim özüm şəxsən danışmışam, izləyir məni, bəyənir, illərdir də tanıyır. Sual verirəm, məni takib edirsən, deyir yox. Deyirəm bəyənirsən videomu, deyir yox. Deyirəm niyə? Deyir mən kənardan izləyirəm də. Səssiz izləyicidə hörmətlə yanaşırıq. Əlbəttə ki, Hörmətlə yanaşırıq, bəli. Niyə də yox? Bir məşhur bloger verilişimizdə qonaq olanda dedi ki, qadasını alaram o səssiz izləyicini. Elə olardı bizi O qalağa ses, çəkən. o ses Bəli. mənim o qədər xoşuma gəldi. Yeri gəlmişkən Sakoydu, Sadiq, buradan onu salamlayıram. O da çox maraqlı bir müsahibimiz oldu bizim. Özünüzü 3 sözlə necə təsvir edərsiniz? Özümü Bəli. çox maraqlısan. Nə bilim, cavab tapa bilmədim. Cavab tap 3 sözlə. Necə? Çoxdur, 3 sözlə. Elə 3 söz deyəndə əsas həyatınızda olan 3 sözü deyin. Atılqan, Aha. dəli dolu, yenilikdir. Yenilikçi. Hə, çox gözəl. Bəs sən necə? Nazlı 3 sözlə özünü ifadə edə bilərsən qızım? Çalışqan, sakit və yaradıcı. Nə gözəl. Əla. Əhsən. Alqışlayıram səni. Nazlı, gələcək üçün planlarından az əvvəl danışdın və dedin həkim olmaq istəyirəm. Bax bu arzularına çatmaq üçün nə etmək lazımdır? Yəni çalışmaq lazımdır, həvəsdən, yəni ruhdan düşməmək lazımdır. Sən bunu evdə qardaşlarına da, yəni tövsiyə edirsən, öz sinif yoldaşlarına da, yoxsa yox, ancaq elə özlüyündə saxlamısan bax bu sözləri? Sinif yoldaşlarıma bəli. Bəs qardaşlarına? Qardaş. Onlara da tövsiyə elə də çox gözəl bir tövsiyədir. Musiqi İstəyir evdən bir fasiləsinə nəfər ayrılır. Bəli, musiqi fasiləsinə ayrılırıq. Futbol, futbol, sevgi heyecan. Futbol, futbol, yaşa doyanacağım. Futbol, futbol,
Herkes dinlesin bizi. Maraqlı xəbərlər gözləyir sizi. Best FM'də, Best FM'də, Best FM'də, Best FM'də, Best FM, Best FM. Bəli, Best FM radiosunda eşidilirik və dinlənirik. Musiqi fasiləmizdə Ofa xanımın futbol marşını eşitdik və buradan da Ofa xanımımızı salamlayırıq. Buradan ona salamlarımızı göndəririk. 2 gündən sonra onun da verilişi efirdə olacaqdır. Bəli, idman. İdman sizin üçün nə deməkdir və hansı idman növünü sevirsiniz? Mənim üçün Bəli, Hikmət idman bəy. bir zamanlar həyat tərzi. Mən 8 il professional judo ilə məşğul olmuşam. Elə sizin xarici görünüşünüzdə də o bildirir ki, siz bəli, idmançı Hal-hazırda olmusunuz. o deyiləm. Balaca artıq boşlamışam özümü idman barədə. Yəni vaxt Çək olandan almısınız. yüksək, çox yüksək çək almışam. Hardasa idman edən dövrümdən bu yana bir 40 kilo falan artmışam. İdmanı buraxdınız elədir də, zaten gərək idman daimi arxasıca gedəsiz. Müəyyən zədədən sonra yəni karyera bitib belə deyək. Bəlkə də bu dəqiqə mən burada deyil də hansısa bir professional ringdə ola bilər. Professional tatam. Peşmansınız heç? Yox deyiləm. İsmət elə olub ki, yəni o zədəni almışam, orada bitib. Bəlkə də getsəydim ardınca tamam başqa bir problemlər də ola bilərdi. Hər şey xoş. Nə olursa yaxşılığa doğru olur. Təbii ki, yəni xoş düşünmək lazımdır ki, sonu xoş olsun. Bəli. Və sizin çəkdiyiniz müəyyən bir sujet xətti olan videoları izləyəndə sizin aktyorluq məharətinizi orada görürük və təqdim edəndə özünüzə dediniz ki, məni həm də aktyor kimi təqdim edin. Aktyorluq həyatınıza nə qatıbdı? Aktyorluq həyatıma, yəni mən özümü tanıyandan ümumiyyətlə uşaqlıqdan mən özümdə o şeyi görürəm. Aktyorluğu özümdə uşaqlıqdan görürəm. Onda səbəbi odur ki, yəni bu standart klassik bir şey deyil də. Hər kəsin evində olur. Deyirlər ki, sən nə yaman aktyorluq eləyirsən. Məsələsi deyil. O da bir vergidir. Bəli, yəni siz bu dəqiqə hal-hazırda yəni sözün ümumiyyədir. Heç kim üstünə qəbul eləməsin, kim istəyirsə götürə bilər. Özünə bloger deyən hər bir şəxsi bloger olaraq görmək lazım deyil. O şəxsin göstərdiyi, icra elədiyi sənətə baxmaq lazımdır ki, bu şəxsin, yəni bu xırda bir qısa metrajlı çarx belə olsa, o bir dəqiqə ərzində adam var ki, elə bir istedad göstərir ki, 2 saatlıq bir filmi əvəz eləyir onun istedadı. Baxırsan bir dəqiqə ərzində orada görürsən onu. Adamda var ki, 3 dəqiqəlik video qoyur ora. O videonun 3 saniyəsində belə maraq görə bilmirsən. Mənlə razılaşarsınız. Burada artıq aktyorluğun da peşəkarlığı özünü göstərir. Bu dediyiniz bir dəqiqəlik, dəqiqə yarımlıq videolarda. Məncə də. Təbii ki, özünü göstərməlidir. Çünki bunda səbəbi odur ki, yəni bu işi görürsüzsə, ümumiyyətlə hər adam bu dəqiqə bloger ola bilər. Deyə bilər özünə mən blogeram, amma onun da öz müəyyən xırdalıqları var ki, yəni sən orada müəyyən şeylərə diqqət eləməlisən, müəyyən şeylər nəzərində olmalıdır. Bunların hamısı bir xəttdir. Bu xətt üzrə də düzgün şəkildə yolunu davam elətdirməlisən. Elətdirə bilməyən zaman isə artıq orada cızığından çıxır və sən də cızığından çıxırsan. Ona görə aktyorluq burada mən belə deyərdim ki, yəni fərqi yoxdur. İstəyir sosial şəbəkədə olsun, istəyir efirdə olsun, harda olur olsun. Bir sima ki, kamera qarşısına çıxırsa, o şəxs yəni öz simasını kameraya uyğun şəkildə idarə eləyə bilməlidir. Təbii, təbii. Bu yəni bir mənalı şəkildə belədir. Var şəxslər ki, hal-hazırda görürük, biz də görürük, ictimaiyyət də görür ki, şəxslər var ki, yəni kamera qarşısında olacaq insanlar deyirlər, amma kamera qarşısındadılar. Yenə də Təəssüflər. Bəli, təəssüflər olsun ki, sözün ümumiyyədir. Amma yenə də kimin marağı nəyədirsə, izləyici kütləsi belədir ki, kim nəyə maraq göstərirsə, öz düşüncə tərzinədirsə, ona uyğun insanı izləyir. Yəqin ki, məndən razılaşasınız. Sosial platformalar güzgüdür və hərənin öz tamaşaçısı var. Hal-hazırda. Bəli, əlbəttə ki və buradan bizi izləyən Üzeyir bəy qiraətçidir. Salamlayırıq, həm şair, həm qiraətçi və SMS göndərib qonaqlarımızı salamlayır. Biz də sizi salamlayırıq Üzeyir bəy və sizin yaradıcılığınızı izləyirik. Sözüm bizim balaca pianoçumuzdandır. Səhnəyə çıxanda həyəcanlanırsan Nazlı? Bəli, biraz heyecanlı oluram. Ancaq səhnəyə çıxanda keçir, həyəcanım keçir. Və səhnədə piano ifasından sonra gözəl bir alqışlar eşidirsən. Bax, burada hansı hissləri keçirirsən? Çox sevinçli oluram və hiss eləyirəm ki,
əziyyətin, yəni dəyər görüb onu hiss eləyirəm. Yəni əziyyətimin dəyər gördüyünü hiss eləyirəm. Nə gözəl. Heç dostların üçün ifa etmisən əsərlərindən? Bəli. Bəs onlar sənə necə dəyərləndiriblər, necə qiymət veriblər? Onlar yəni ümumiyyətlə mənim piano çalmağımı çox seviblər. Çox seviblər hətta. Onların heç içində pianist var, yəni pianoçu olan var və ya da müəyyən bir alətlərdə ifa edən var. Sinif yoldaşlarımdan bəli var. Aha, sən onlara nə tövsiyə edirsən? Sən həm də nəzəriyyəni gözəl bilirsən. Heç kömək eləmirsən nəzəriyyə fənnindən onlara? Olub belə bir şeylər? Nəzəriyyə fənni yox, amma pianoda yardım eləmişəm. Yardım eləmirsən. Kömək eləmişəm. Necə yardım eləmirsən qızım onlara? Yəni mənim bir dənə sinif yoldaşım var. O bir gün bizə gəlmişdi və ona yəni kömək eləmişdim. Aha, və o ondan sənin köməyindən bəhrələnə bildi? Bəli. Və getdi neçə aldı imtahandan? 5. 5. Təbii ki 5. Yaxşı. Asırda vaxtlarında nə etməyi sevirsiniz? Hər iki müsahibimə eyni sualı verəcəm. Hə, sən cavab ver Nazlı. Mən asırda vaxtlarımda kitab oxumağı sevirəm, rəsm çəkirəm və piano ilə məşğul oluram. Hətta sən rəssamsan, sən heç mən bu tərəfini bilmirdim. Maşallah. Bizim qızımız 5 barmaqda 5 mərifətdir. Bəs siz nə edirsiniz asırda vaxtlarınızda? Asıda vaxtım olmur açığı. Yəni həftə ərzində bəlkə də 2-3 saat özümə ayıra biləcəyim vaxt olur. Yəni vaxt ayıra bilmirəm. Vaxt ayıranda da yenə də öz üstümüzdə işləməyə çalışırıq. Nəsə bir yenilik düşünməyə, nəsə bir yenilik gətirməyə çalışırıq da. Yəni gördüyümüz iş üzrə eyni cızıqda davam edirik. Yaxşı, sizin üçün pul qazanmaq yoxsa məşhur həyat? Heç biri. Heç biri. Pul qazanmağı, yəni çöldən başqa bir işlə də qazana bilərsən. Həyatda pul qazanmaq çətin bir şey deyil. Əgər istəyirsənsə, beynində varsa, məşhur olmaq da ki, yəni mən məşhurluğa görə vaxtı ikən bəli, başlayanda, yəni düşüncəmdə olub müəyyən bir kütlə tərəfindən tanınmaq, amma hal-hazırda yəni düşüncəm sadəcə sənətimi icra eləmək. İkisi də yəni mənim üçün maraq kəsb edən şeylər deyil. Real həyat yoxsa sosial media? Təbii ki, real həyat. Sosial media bir saatdan sonra bağlana bilər. Amma real həyat biz həyatı sona vurana qədər davam eləyəcək. Bəs gündə neçə saatınızı yayına ayırırsınız? Yəni yayında olursunuz yoxsa elə ancaq elə video Yox, mən videolarınızı yayın, yəni demək paylaşırsınız? olar ki, yayın açmıram demək olar ki. Çünki ay ərzində bir dəfə, 2 dəfə, 20 dəqiqə, yarım saat belə, o da izləyicilərlə söhbət eləmək üçün. Başqa bir məqsədlə yəni yayın açmıram. Bəli, gəldik, çatdıq verilişimizin sonuna. İnanın ki, o qədər bugün tez keçdi ki verilişimiz. Çünki mənim müsahiblərim ikisi də mənə xoş olan müsahiblər oldu. Mənim suallarımı olduqca gözəl cavablandırdı. Tamaşaçılar da məndən razı olar. Sonda nə sözünüz var? Best FM radiosuna, Agil bəyə, mənə nə sözünüz var? Hər şeydən biraz verilişinə. Təşəkkürlərimi bildirirəm birinci növbədə sahib dəvət etdiyiniz üçün. Minnətdaram. İnşallah işinizin uğurları ardı gəlsin tezliklə. İnşallah daha yüksək yerlərdə, daha yüksək zirvələrdə görək. İnşallah. Belə. Sənin bəs qızım? Məni bu verilişə dəvət etdiyiniz üçün sizə təşəkkür edirəm. Mən sənə təşəkkür edirəm. Doğrudan da bu karyeramda artıq birinci müsahibim idi. Öz şagirdim müsahibə aldım. Mənə də xoş oldu. Çünki heç zaman belə bir şey olmayıb. Yəni mən bir neçə şagirdlərimi dəvət etmişəm. Nəsə çəkiniblər efirdən, nəsə biz o efir huququ var da bir normal başa düşürük. Yəni kameranın qarşısında hər kəs danışa bilər. Amma məncə Nazlı qızım bugün bu missiyasını çox gözəl yerinə yetirdi. Bax, Hikmət bəy də səni bəyəndi. İnşallah uğurların davamlı olsun. Daima ucalarda, zirvələrdə olasan. Sən Azərbaycan xalqının gözəl gələcəyisən. Təşəkkür edirəm. Sizə də təşəkkür edirəm Best FM radiosunun izləyiciləri və dinləyiciləri. Çox sağ olun ki, vaxtınızı ayırdınız və bizə izlədiniz. Sağ olun, salamat qalın. Hər kəsə xoş həyat arzu.